Salamlar, vaxtınız xeyir olsun. Hazırda Avropanın İCM hava teleqatarının mərkəzinin eyni zamanda Alman modellərinin yenilənmiş məlumatlarını təhlillərlə tanış oluruq. Bu model xüsusilə də Avropanın İCM hava teleqatarının mərkəzinin və Alman modellərinin birləşdirilmiş məlumatlarını təqdim edir. Xüsusilə də aprel ayının 20-si və 21-də Qafqazın Cənubi Azərbaycan arasındakı qeyri-sabit hava şəraitinin bir qədər də güclənməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Çünki Azərbaycan ərazisində yerli hava kütlələri ilə xaricdən daxil olan, yəni Qara dəniz ərazisindən, eyni zamanda Aralıq dənizinin şərqindən və şimal-qərbdən, Rusiyanın qərbindən də soyuq hava axınlarının eyni anda ölkə ərazisinə daxil olması nəticəsində aprel ayının 20-si və 21-dəki prosesin artıq intensiv və güclü olması gözlənir. Xüsusilə də Azərbaycanın Böyük və Kiçik Qafqaz ərazisində, Naxçıvanda və Böyük Qafqazın şimal-şərq yamacları olan Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvan arasında isə yağıntıların hətta aprel ayının 20-sindən 21-nə keçən gecə və 21 aprel günün birinci yarısında güclü və şiddətli yağması gözlənir. Nəticədə Böyük Qafqaz ərazisindən axan çaylarda sululuğun bir xeyli artması, sel daşqın əsərində artım ehtimalı var. Eyni zamanda Kiçik Qafqaz ərazisindən axan çaylarda və Lənkəran Astara arasında axan çaylarda sululuqda bir xeyli artım ehtimalı var. Bu proses bunun üçün diqqətlə izlənməyə dəyər. Çünki bu sistem artıq bir sıra modellər sistemin aprel ayının 20-si və 21-də güclənməsi siqnallarını verir. Eyni zamanda artıq iqlim dəyişikliyi nəticəsində bu troposferdə baş verən atmosfer hadisələri artıq bir sıra modellər tərəfindən diqqətlə izlənsə də, daha dəqiq desə, bu yanğının intensivliyi haqqında yüksək bir məlumatları əldə etmək zəif olur. Çünki iqlim dəyişikliyi nəticəsində artıq bu proseslərin intensivliyi çox gücləndiyi üçün bu modellərin hesablama qabiliyyəti, bu sistemlərin daha çox hansı ərazilərdə fəsadların vurulması ehtimallarını daha dəqiq biz bu proses yaxınlaşdıqca, yəni aprel ayının artıq 20-si və 21-nə az qalmış, bu barədə daha da geniş olaraq yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Lazım gəlsə bu sistemin daha dəqiq analizi üçün aprel ayının 20-si axşam saatlarında birbaşa peyk görüntüləri ilə, yəni Meteosat 9 və 11 peyk görüntüləri ilə eyni zamanda bu model məlumatlarının birləşdirilmiş məlumatları yayınlanacaq kanalda. Bu da artıq daha dəqiq Azərbaycanın hansı ərazilərində leysan xattlı yağıntılar gözlənir, dolu gözlənir. Bu barədə daha geniş, daha dəqiq ətraflı məlumatlar yayınlanacaq.